Çok sağ olun. Qəzalı vəziyyətdə olan bir körpüydü. Allah prezidentimizin canı sağ olsun. Allah'ın bayrağını həmişə huzur eləsin ki, sərəncam verdik qısa müddət ərzində. Vəsait də ayrıldı və körpü də tikilib istifadəyə verildi. Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmir yol xətti və Samir Abşeron kanalı üzərində yerləşən mühüm əhəmiyyətə malik körpü bu gün vətəndaşların istifadəsinə verildi. Çoxdandır sürücülərin və sakinlərin həsrətlə gözlədiyi Saray körpüsü artıq tikilərək istifadəyə verildi. Qeyd edim ki, açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəzov və digər aidiyyatı qurumunun rəhbərləri iştirak edirlər. Qeyd edək ki, bundan öncəki qəzalı körpü 2 hərəkət zolaqlı olub. Lakin gələcəkdə hərəkət intensivliyinə uyğun olaraq mövcud yolun genişləndirilməsi baş verərsə, körpünün həmin infrastruktura uyğun olması şərtdir ki, bu da layihədə öncədən nəzərə alınıb. Körpü 104 metr uzunluğunda və 21,6 metr enində inşa olunub. Həmçinin körpünün sağ və sol hissələrində piyada səkilər də tikilib. Körpü 4 dayaq üzərində inşa edilib və orta dayaqlarda 1,5 metr diametrli 6 sütun yerləşir. Xüsusilə vurğulayaq ki, körpü hərəkət intensivliyinin yüksək olduğu və strateji əhəmiyyət kəsb edən yolun daha effektiv istifadəsinə imkan verəcək. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.